Hər vaxtınız xeyirli olsun. Sizə bir video çəkirəm. Hardakı Home Life yeni ofisinə gedirəm. Deməli, Neftçilər metrosundan çıxdıq McDonald's tərəfə. Yanında New York mağazası var və çıxışda düppədüz yoldur. Bax, buradan düppədüz gedirik. Çatdıq LC Waikiki mağazasına və yenə də davam edirik. Siz istəsəniz metrodan Arbita tərəfdən çıxa bilərsiniz. Amma mən sizə ən rahat yolu çəkdim ki, McDonald's'ı hər kəs tanıyır. Bu düz yolda keçəcəyik yolun sağ tərəfinə. İşarə etdiyim kimi. Burada şaurma 1 var. Biz keçəcəyik bu tərəfə. Yolu keçək, inşallah ondan sonra sağa keçəcək. Artıq bu yolla düppədüz gedəcəyik, amma binanın altına da keçə bilərik. İndi sizə göstərirəm bir-bir. Burada Nəğmə restoran var və yenə də yolun düzündən gedirik. Embavut da var. Hər şeyi çəkirəm ki, sizə rahat olsun. Metrodan Home Life yeni ofisinə hardasa 8 dəqiqəlik yoldur ayaqla gedəndə. Və yerləşir Qaraqarayev prospekti 39-da. Deməli, indi bu yolla yenə gedəcəm və ofisimiz qarşımıza çıxacaq. Və gəldik yeni ofisimizə, gözəl ofisimizə çatdıq. Perla mebellə üzbə-üzədir. Və Nicat bəy də, Vüsal bəy də burada oturub artıq. Son işlər tamamlanacaq inşallah və ofisimiz, gözəl ofisimiz açılacaq. Allahın izniyle çox böyükdür. Xeyirli olsun, uğurlu, bərəkətli olsun inşallah. Hər birimizə gözəl karyerlər və gözəl təlimlər arzulayıram.